İmam Rıza əleyhissalam Mədinədən Xorasana sürgün olundu. Təzə gəlmişdi Xorasana. Heç kim, əksəriyyət onu tanımırdı. O vaxtda da hamamlar bilirsiniz, ümumi hamamlar idi. Hər kəsin evində hamam yox idi. Bir gün hamama girdi, gördü ki, bir cavan onu çağırır. Bu cavan onu tanımır, təzə şəhərə gəlib. Çağırır, deyir, imam gəldi, dedi ki, əlim sabunludur. Bu kasa ilə başıma su tök. Və imam da həvəslə götürdü, başladı kasa ilə başına su tökməyə. Hamamda biri vardı, tanıdı imamı. Dedi ki, gəldi cavan dedi ki, sən bilirsən o kimdir? Dedi ki, yo tanımıram, dedi, ağsaqqaldır da gəl. Dedi, o imamdır, İmam Rıza əleyhissalamdır. Sən niyə belə eləyirsən, ona su tökdürürsən, başa gəldi, üzr istədi. Dedi, ağa, bəs mən tanımadım səni. Sən kimsən, bəs sən imammışsan. Məni bağışla, üzr istəyirəm. İmam dedi ki, yo, mən sənə təşəkkür eləyirəm. Mən sənə təşəkkür eləyirəm ki, mən gəldim çinməyə ki, savab qazanam, təmizliyin savabı var. Mən gəldim çinməyə, bir savab qazanım, bir dənə də sənə xidmət elədim, 2 savab qazandım.